Ey Rəbbimiz, lütuf və kərəmindən gözlərimizi sevindirəcək, qəlbimizi rahatlatacaq nemətlər ver. Halımızı düzəlt, bizim üçün xeyirlisi nədirsə onu bəxş elə. Ey Rəbbimiz, dualarımızı qəbul elə bu gözəl cümə günündə. Ey Rəbbimiz, ey qüdrətli Rəbb, vətənimizi, ordumuzu, xalqımızı qoru, daxildən və xaricdən gələn hər bir şərdən qoru. Bizim ayaqlarımızı sabit eylə, qəlblərimizi birləşdir, millətimizi imanla, mərdliklə və bərabərliklə daha da gücləndir. Allahım, bu torpağa səpələnmiş şəhid məzarlarını nurla doldur. Onlara cənnətin vəd etdiyin kimi ən gözəl məqamını nəsib eylə və bizlərə də onların yolu ilə getməyi nəsib eylə. Ey Rəbbimiz, biz bu vətənin duası ilə, bu torpağın səsləri ilə, bu millətin birliyi ilə yaşat və sənin rizana çatdır. Allahım, bu torpaq üçün can verənləri rəhmətinlə mükafatlandır. Şəhidlərin qanı ilə suvarılmış bu yurdu qoru. Vətənimizi hər bir düşməndən, hər bir fitnədən uzaq eylə. Qəlblərimizi bir eylə, bayrağımızı daim ucada saxla. Bayrağımız hər zaman ucalara dalğalansın, heç vaxt eməsin, millətimiz heç vaxt sönməsin. Məkir düşmənlər və onların havadarlarını öz qüdrətinlə cəzalandır. Rəbbimiz, ey Rəbbimiz, sənə dualar edirik. Şəhidlərimizə qəni-qəni rəhmət eylə, rəhmətinə qovuşdur şəhidlərimizi. Onların pak qanlı cənnətdə açılan qapı ilə ruhlarını ən uca məqamlarla mükafatlandır. Ey Rəbbimiz, əskərlərimizi qoru, onlara güc qüvvət ver, qazilərimizi qoru, ey Rəbbimiz. Allahım, hüquq mühafizə orqanlarımızı qoru, vətənimizin əmin-amanlığı, təhlükəsizliyi və sabitliyi üçün çalışan, fədakarlıq xidmət edən hər bir əməkdaşına güc, qüvvət, səbir ver. Onları hər bir şərdən, təhlükədən və düşmən hiləsindən uzaq eylə, işlərini müvəffəq eylə. Ey Allahım, ey mərhəmətli, ey əzəmətli ərşin sahibi, ey istədiyini edən, sənə dualar edirik, dualarımızı qəbul eylə, ey Rəbbimiz.